Türkanda olmayan qiymət. 22 sot, 7 otaq. Evimizdə torpağın çıxarışı, mülkiyyət çıxarış. Şəxsi öz üçün tikili, pultla idarə olunan jalüz qapı. Belə bir yay mətbəxi. Çerpisiya dam örtüyü, ara kəsməsi monolit beton. Giriş hissəsini dedik, indi isə keçək təqdimata. Baxın, 11-in 4-ə baseni. Söhbətgahı, burada da həmçinin yay mətbəxi. Evimiz 2 mərtəbə olmasına baxmayaraq yenə də yerdən kürsülü. Baxın, belə bir geniş yay mətbəxi sistemdə görürsünüz, kombidir. Və dəyərli izləyicilər, alıb çox rahat şəkildə buranı gündəliyə icarəyə verə bilərsiniz. Yəni, ilk müştərinizdə düşünün ki, özdə cəmi neçədir bunun qiyməti? 329.000 manat. Real alıcıya da real qiymət endirimi olunacaq. Torpağın çıxarışı ilandır. Evin də çıxarışını çox rahat şəkildə əldə edə bilərsiniz. Evimizin arxa hissəsinə, yan hissəsinə təbii ki, görürsünüz, olduqca geniş məsafəsi var, keçid eləmək mümkündür. Buradan da həmçinin evə daxil ola bilərsiniz. Qiymət çox möhtəşəm qiymətdir. 329.000 manata həqiqətən qeyri-mümkündür ki, bu cür şəraitdə və dənizə 200 metr məsafədə ev olsun. Evin önünə qədər də asfalt küçədir. Yəni, bir sözlə sayılıb seçilən küçədir. İndi isə daxil olaraq evimin içərisini görsədək. Burada bir-iki otaq var ki, bağlıdır, əşyalarla bağlı. Bax, hamam sanuzeli. Görürsünüz. Kermaqanat olan hər bir yer, isti döşəmədə bu otaq bağlıdır. Daxil olarkən sağ hissədə belə bir kombi otağı deyək. Birinci mərtəbədə yataq otağı. Bir sözlə həqiqətən çox möhtəşəm bir evdir. Hələ bir dənə bunun qonaq otağının gözəlliyinə baxın. Görürsünüz, geniş, kamen dizaynında təchiz olunmuş. Baxın. Həm qonaq otağıdır, həm də zal studiodur. Həqiqətən çox gözəl və fərqli dizaynla təchiz olunmuş bir evdir ki, çöldən göstərdiyim yer burada. Keçə bilərsiniz. Baxın, bu mətbəxi, qazı, suyu, işığı, hər biri qaydasında dövlət suyu var. Qiymət isə 329.000 manat və nə görülürsə, bütün hər biri saxlanılır. İndi isə keçək yuxarı hissəni görsədək. Necədir İsmail, bəyəndiniz? Yəni, həqiqətən elə bir qiymətdir ki, 329.000 gəlib şəhərdə bir ev alıb, aylıq 1500 manata verməkdənsə, bir aya paşlı müəyyən summasını çıxartmaq olar bu evlə. Baxın, daxil olarkən yuxarıda belə bir əlavə yataq otağı. Təmirlə bağlı heç nəyə ehtiyacı yoxdur. Ev sahibi sadəcə aboy sevmədiyi üçün bu cür formada dizayn edib və çox da möhtəşəm görsənir. İkinci yataq otağımız ümumilikdə 7 otaqdan ibarətdir. Üçüncü yataq otağı. Dördüncü yataq otağı. Gördüyünüz qədəri. Buradan da həyəti seyr eləmək mümkündür. Baxın. Və bu hamam sanuzeliyin fərqi nədir? Buradan birbaşa dənizi seyr eləmək mümkündür. Baxın, belə görsədim. Görürsünüz. Dəniz. Allah alan da satan da xeyir eləsin. Həqiqətən çox gözəl təklifdir. Tələsin ki, bu fürsəti dəyərləndirə biləsiniz. O otaqda əşyalar var. Sağ olun, sağlıqla qalın.